Salamlar əziz şagirdlər. Bugün 2026 18 yanvar Respublika Fen Olimpiadaları Riyaziyyatın birinci tur, yəni şəhər rayon turu suallarına baxacağıq. Bu 10-cu sinif suallarıdır. İstəsəniz bir ümumi şəkildə suallarla tanış ola bilərsiniz belə. Hər birini lateksə çevirmişəm və birazdan bunların həllərinə başlayacağıq. Gəlin keçək sualların həllərinə. Birinci sualımız belədir. 3 üstəgəl 2 kök 2 vurulsun, 17 çıxılsın 4 kök 6-da 18-i sadələşdirin. Fikir versəniz, bu ifadə böyük ehtimalla təxmin edə bilərsiniz ki, bunun qoşması çıxacaq. Rahatlıqla yoxlaya bilərsiniz ki, bu ifadə 3 çıxılsın 2 kök 2-nin kvadratıdır. 3 çıx 2 kök 2-nin kvadratı həqiqətən də 9 üstəgəlinsin 8 çıxılsın 12 kök 2-dir. 4 kök 6'da 18 zaten beraber ne? 12 kök 6'da 2'ye. 3 çıxılsın 2 kök 2 bəs müsbətdir yoxsa mənfidir? Baxsanız bu kök altında 9'dur. Bu isə kök altında 8'dir. Deməli kök altında 9, kök altı 8-dən böyükdür deyə bu ifadə kökün altından necə çıxacaq? Yəni bu ifadə bərabər olacaq nəyə? Kökün altında 3 üstəgəl 2 kök 2 vurulsun 3 çıxılsın 2 kök 2. Fikir versəniz, içəridəki ifadədə kvadratların fərqi düsturu tətbiq olunmasıdır. Yəni 9 çıxılsın 8, cavab 1. Cavabımız A variantı. Keçək növbəti suala. Deyilir ki, satçı mağazada 10 qələmi 20% gəlirlə, qalanların 40% gəlirlə satır və ümumi olaraq 32% gəlir əldə edir. Mağazadakı qələmlərin sayını tapmalıyıq. Deyək ki, bir qələm 1 manata satılıbdır. 10 dənə qələm o zaman 20% gəlirlə satılanda 10 vurulsun %120 qiymətinə satılmış olacaq. Yəni ümumi alınacaq gəlir budur. Bu da eləyir 12 manat. Deyək qalan qələmlər x saydadır. X dənə qələmdən 40% gəlirlə nə qədər pul əldə eləmək olar? X vurulsun %140. İndi bu ədəd, bu alınan, qazanılan pul 32% gəlir deməkdir. Bizim əlimizdə x plus 10 dənə qələm var və bundan 32% gəlir əldə eləmək üçün bunu vururuq %132-yə. Və bu qazanc ilə bu iki ədədin cəmi qazancımız bərabər olmalıdır. 12 üstə gəlinsin %140x. Hər tərəfi 100-ə vurub ifadəni sadələşdirək. Alınan ifadə bu cürdür. 132x sağa 1200 sola atanda 120 bərabərdir 8x alınar. Deməli x 15 imiş. X 15 olanda əlimizdə də 10 dənə əlavə qələm var idi. Üstünə 10 gəlirik. Cavabımız 25. C variantı. Keçək növbəti suala. Kök altı ifadə ilə modul ifadənin cəmi 0-dır. X üstəgəl y-ni tapın. Kök altı ifadə və modul ifadələri ancaq 0 və ya müsbət ədəd ola bilər. İkisinin də cəmi 0-dırsa, deməli ikisi də 0 olmaq zorundadır. Buradan çıxır 2x, 3y olmaq zorundadır. Və bu ifadənin 0 olması üçün nə lazımdır? Y plus 2-nin kvadratı bərabər 0 olmalıdır. Çünki bu ifadə y üstəgəl 2-nin kvadratıdır. Deməli buradan tapılır y mənfi 2. Y mənfi 2 yerinə qoyanda burada mənfi 6 alınır. Deməli x da tapılır mənfi 3. Bu iki ədədin cəmi də eləyir mənfi 5. Cavab B variantı. Keçək növbəti suala. 1417 üstü 58 ifadəsinin təkliklər mərtəbəsindəki rəqəmi müəyyən edin. Təkliklər mərtəbəsini tapmaq üçün bu ifadəyə mod 10-da baxsaq, taparıq ki, ifadə 7 üstü 58-ə bərabərdir. 7 üstü 58-in yerinə, 7-nin yerinə mənfi 3 üstü 58 yaza bilərik. Mənfi 3-ü kvadrata yüksəltsək alınacaq 9 üstü 29. Bu da bərabərdir. Mənfi 1 üstü 29. Yəni mənfi 1. Yəni 9 mod 10. Bu o deməkdir ki,
ədəd 10-a bölünəndə qalıqda 9 alınır və bu ifadələrin hər birini bir daha yoxlaya bilərsiniz ki, doğrudur. 7-nin yerinə -3, -3 kvadrata yüksəldib 9, 9-un yerinə -1, -1 + 29 da -1, yəni 9-a bərabərdir mod 10-da. Cavabımız Y variantı. Keçək növbəti suala. Belə bir funksional əlaqə verilibdir. F0-ın qiyməti verilib, F8-i tapmalıyıq. Sağdakı ifadəni sadələşdirsəz, görərsiniz ki, fx bərabərdir fx-1 üstə gəlinsin 3/2. Gəlin x-in yerinə 1-dən 8-ə qədər ədədləri qoyaq və alt-alta yazaq görək nə alınır. Gördüyünüz kimi 1-dən 8-ə qədər x-a yerinə ədədləri qoyanda f1, f0, f2, f1, f8, f7 alınır və bunları tərəf-tərəfə toplasaq, görərsiniz ki, soldakı f1 sağdakı f1 ilə islah olur. f2, f2 ilə islah olur və bu ta gedir 7-yə qədər f7, f7 ilə islah olur. Alınan nəticə nə olur? Solda qalır f8, sağda qalır bu islah olmayan f0. 1-dən 8-ə qədər 8 ifadə olduğu üçün bizim əlimizdə bunları toplayanda 8 dənə 3/2 alınacaq. F0-ın qiyməti 2 olduğundan yerinə yazırıq 2 üstə gəlinsin 3-də 16. Və bu kəsri də sadələşdirsək və yaxud da bir kəsrə dönüşdürsək alınacaq 3-də 22. Axtardığımız cavab A variantı. Keçək növbəti suala. 5/x+1 üstü x kvadrat minus 1 bərabərdir bir tənliyini ödəyən x-lərin cəmini tapın. Bir ədəd üstü, yəni a üstü x bərabərdir bir tənliyinin 3 variantda həlli var. Ya x bərabərdir 0, a fərqlidir 0 olmalıdır. Ya a 1 olmalıdır. Ya da a -1, x cüt olmalıdır. Gəlin bütün hallara bir yerdə baxaq. Birinci halımız odur ki, qüvvət 0 olsun, x kvadrat çıx 1 0 olar nə vaxt? Ancaq x bərabərdir -1 və yaxud da x bərabərdir -1 olduqda. Amma x -1 həll deyil, çünki yerinə qoyulanda kəsir 0 olur məxrəci və bu doğru deyil. Onda bizim bir dənə həllimiz gəlir buradan x -1. İkinci halımız odur ki, 5 bölünsün x -1 1 olsun. Və buradan ikinci həllimiz x6 gəlir. Hansı ki, şərt ödəyir problemsiz şəkildə. Üçüncü namizəd həllimiz odur ki, 5 bölünsün x -1 olsun -1. Buradan tapılar ki, x bərabərdir -4. Amma bir problem var. X -4'ü yerinə qoyanda qüvvətimiz tək ədəd olur. Biz demişdik ki, qüvvətimiz cüt, a isə -1 olanda 1 ola bilər. Yəni -1 üstü cüt ədəd 1 ola bilər. Amma qüvvətimiz tək ədəd olduğundan bu bir həll deyil. 6 ilə -1 həllərinin cəmi də eləyir D variantı 5. Bu da məsələnin cavabı. Keçək növbəti sualımıza. Bu ifadəni sadələşdirməmizi istəyir, amma x ilə bağlı heç bir məlumat verilməyibdir. Biz əslində kök altından bir məlumat tapa bilərik. Kök altı ifadə nə olmalıdır? 5x çıxılsın 6 böyük bərabərdir 0 olmalıdır ki, kökün mənası olsun. Eyni məntiqlə bu kök altı üçündə tətbiq eləsək, 6 çıxılsın 5x böyük bərabərdir 0 olmalıdır. Amma bu nə deməkdir? 5x böyük bərabərdir 6 olmalıdır. Buradan da çıxır ki, 6 böyük bərabərdir 5x olmalıdır. Bu o deməkdir ki, ifadələr bir-birinə bərabər olmalıdır. Yəni 5x 6-ya bərabər olmalıdır. Bu zaman köklər ikisi də sıfırlanır. Bu ifadə dönüşür 11/11 1. Cavabımız C variantı. Keçək növbəti suala. Yenə ədədin son rəqəmini tapmaq sualı gəlibdir. Bir ədədin son rəqəmini tapmaq üçün mod 10-da baxırıq. Fikir versəniz, mod 10-da 5-dən sonra gələn bütün ədədlər, baxın 5 və 5-dən sonra gələn bütün ədədlər, bu ədədlər ona bölündükdə faktoriallar 0 qalıq verir. Niyə? Çünki hər bir faktorialın içində həm 5, həm də 2 olacaq. Yəni ona tam bölünəcək bu ədədlər. Onda yerdə qalır nə? 2 faktorial 2, 4 faktorial 24, çıxılsın 1 faktorial 1, çıxılsın 6, eləyir 26 çıxılsın 7, 19. Və 19-un da son rəqəmi nədir? D variantı 9.
Keçək növbəti sualımıza. Birinci boru boş hovuzu 8 saata doldurur. Yəni 1 saata hovuzun 8də 1-ini doldurur. İkinci boru 6 saata boşaldır. Bu deməkdir ki, 1 saata 6da 1-in boşaldır. Boş hovuz 4 saat birinci boru ilə doldurulur. Yəni 4 vurulsun 8də 1-i doldurulur. Daha sonra hovuzun dibində olan boru da açılır və bunlar birlikdə x saat işləyirlər. İkisi də birlikdə. Deməli, bu boru hələ x vurulsun 8də 1 qədər işləyəcək. Üstünə bir də çıxırıq nəyi? Hovuzu boşaldan boru da x saat işləyib hovuzu boşaldır. Yəni x vurulsun 6da 1 dəfə də o işləyəcək. Deyir, bu ifadədən sonra hovuz nə olacaq? Boşalacaq. Yəni 0-a bərabər olacaq. İndi bu tənliyi həll etsək, məsələ bitmiş olar. Məxrəclərdən qurtulmaq üçün hər tərəfi 8 ilə 6-nın əkobu 24-ə vursaq, alınacaq necə? Bunu 24-ə vuranda 3, 12. Bunu 24-ə vuranda 3x. Bunu 24-ə vuranda 4x alınır. Bərabərdir 0. Buradan tapılır ki, x bərabərdir 12. Axtardığımız cavabdır. Yəni 12 saat sonra hovuz boşalar. Cavabımız D variantı. Keçək növbəti suala. 6 üstü x vur 10 natural ədədinin müsbət bölənlərinin sayı 40 olarsa, 15 üstü x ədədinin müsbət bölənlərinin sayını tapın. Müsbət bölənlərin sayını tapmaq üçün bunu sadə vuruqlarına ayıraq. 5 vurulsun 2 üstü x buradan gəlir, 2-nin bir dənəsi buradan gəlir. Alınır 2 üstü x plus 1 vurulsun 3 üstü x. Bunun müsbət bölənlərin sayı necə hesablanır? Bunun qüvvəti 1-dir. 1 üstü gəl 1, 2 vurulsun x plus 2 üstünə 1 gəlirik və x plus 1-ə vururuq. Alınır neçə? 40. Buradan rahatlıqla tapılır ki, x 3 olmaq zorundadır. 5 vurulsun 4, 20, 20 vur 2, 40'dır. İndi x üstəl olandan sonra bunun bölənlərinin sayını tapaq. 3 üstü 3 vurulsun 5 üstü 3. Bunun bölənlərinin sayı 4 vurulsun 4. 16 olar. Qüvvətlərin üstünə 1 gəlib, bir-birinə vurduq. Cavabımız A variantı. Keçək növbəti suala. Tənlik verib, neçə dənə fərqli həqiqi kökünün olduğunu soruşulur. Birinci bu tənliyə aid balıcı kökləri axtarsanız görərsiniz ki, heç bir balıcı kökü tapmaq olmur. -1, 1, 2. Bunların heç biri ödəmir. İkinci ağlımıza gələn ideya odur ki, görən bu ifadə vuruqlarına ayrılırmı? Əgər ayrılsaydı, böyük ehtimal olacaqdı nə formasında? X kvadrat üstəgəl ax üstəgəl 1, x kvadrat üstəgəl bx üstəgəl 1 bərabərdir 0 formasında olardı. Niyə 1, 1? Çünki 1 vur 1, 1 eləyir. -1 də ola bilər. O halda baxarıq. Gəlin görək bunun həlli varmı? Bunu açsaq, alınacaq. X üstü 4 üstəgəl a üstəgəl b vurulsun x kub üstə gəlinsin. İndi görək x kvadratını necə ala bilərik? 1 vur x kvadrat, 1 vur x kvadrat. Deməli, 2 dənə hal var. Bir də ax ilə bx-i bir-birinə vurub, yəni ab-ni taparaq x kvadratını ala bilərik. Yəni, x kvadratının əmsalı ab-dən və bu iki haldan asılıdır. Üstə gəlinsin, a üstü gəl b vur x. Bunu rahatlıqla tapa bilərsiniz. Üstə gəl 1 bərabər 0 tapılar. İndi bu tənliklə, bu polinomla bu çoxhədli bir-birlərinə bərabərdirlərsə, əmsalları bərabər olmalıdır. Buradan nəticə çıxır ki, a üstü gəl b bərabərdir -6 və bu ifadə isə 6-ya bərabərdir. Yəni, ab bərabər olacaq neçəyə? 4-ə. A bu doğru deyil. Çünki a plus b burada isə olmalıdır müsbət aldı. Və bu doğru ola bilməz. Niyə? Çünki a plus b həm 6, həm də -6 ola bilməz. Deməli, nəsə bir yanlışlıq var. Həmin yanlışlıq nədir? Bu plus 1-ləri götürmə halımızdadır. Yəni, plus 1 plus 1 yox, minus 1 şəklində götürməliyik. Yəni, x kvadrat üstə gəl ax çıxılsın 1 vurulsun x kvadrat üstə gəl bx çıxılsın 1 bərabər 0 kimi. Gəlin görək bunun həlli varmı bəs? X üstü 4 çıxılsın. Çıxılsındırmı? Ax vurulsun x kvadrat, yəni plus a üstü gəl b vur x kub. -1 x kvadrat, -1 x kvadrat alınacaq -2 və ax ilə də bx alınanda ab
Mənfi 1x kvadratla mənfi 1x kvadrat eləyəcək, çıxılsın 2x kvadrat. Yəni x kvadratın əmsalı bu cür tapılır. Üstə gəlinən. Üstə gəlinsin. Mənfi 1 vur bx, mənfi 1 vur ax. Deməli, çıxılsın nə olacaq? A üstə gəl b vur x və üstə gəl 1 bərabər 0. Yəni, ya bu vuruqların ayrılışı doğru olacaq, ya da bu. Yuxarıdakı gördük ki, düzgün deyil. Gəlin bunu araşdıraq. Həqiqətən artıq burada baxsaq, a plus b mənfi 6 ola bilər. Çünki burada a plus b-nin yerinə mənfi 6 yazanda müsbət 6 alınır. Deməli, həqiqətən də a plus b bərabərdir mənfi 6. AB çıx 2 isə olmalı nə? 6. Yəni, AB bərabər 8 alınır. İndi gəlin görək bunun həlli varmı? 2 ədədin cəmi mənfi 6-dır, hasil 8-dir. Rahatlıqla tapa bilərsiniz ki, bu A mənfi 2, B mənfi 4 olanda mümkündür. Başqa həlli yoxdur. Viet teoreminə görə bu doğrudur. Onda yerinə qoysaq, bizim vuruqlarına ayrılış nə olacaq? X kvadrat çıxılsın 2x minus 1, x kvadrat çıxılsın. Daha doğrusu çıxılsın mı? Bəli, çıxılsın. Çıxılsın 4x minus 1 bərabərdir 0. Hər ikisinin diskriminantı 0-dan böyük olacaq. Çünki bunun diskriminantı nədir? 4 üstə gəlinsin 4, 8. Bunun diskriminantı nədir? 4 üstə gəlinsin 16 üstə gəl 4. Hər ikisinin diskriminantı 0-dan böyükdür. Hətta köklərini də tapa bilərsiniz ki, nədir? x1, x2 burada olacaq. 2-də 2 üstə gəl kök altda plus minus 8. Bunu sadələşdirə bilərsiniz. Və digər 2 kök nə olacaq? 3 ilə 4 olacaq nə? 2-də 4 üstə gəlinsin plus minus kök altında 20. Və bu 2 kök də bir-birindən fərqlidir. Deməli, 4 dənə fərqli kökümüz var. Bu da köklərimiz. Axtardığımız cavab Y variantı. Keçək növbəti suala. AB həqiqi ədədləri üçün A bölü B kök 3-dür. Kök altda A çıx B ilə kök altda A plus B-nin fərqi bölünsün. Bu ifadə x-ə bərabər olsa x kvadratını tapın soruşulur. Gəlin A-nın yerinə yazaq. B kök 3. Və birinci gəlin bunu sadələşdirək. X kvadratı soruşulduğu üçün bunu kvadrata yüksəldək hər iki tərəfin. Solda alınacaq. Məxrəcdə kök altından qurtulur. Kök altda 3 çıxılsın, kök altda 2 qalır. Çünki müsbət ədəddir. Bu ifadə kvadrata yüksəldəndə bir dənə A çıx B, bir dənə A plus B alınır. Onların cəmi 2A eləyir. Bir də çıxılsın 2 vurulsun. A çıx B ilə A plus B-nin hasili. Çünki kvadrata yüksəltmənin vuruqlarına ayrılışı bu cürdür, müxtəsər vurma sütununa görə. A çıx B də A plus B-yə vurulanda A kvadrat çıxılsın B kvadrat yaranır. Bu bərabərdir x kvadratına. A B kök 3-ə bərabərdirsə, bunu kvadrata yüksəltsək nə olar? A kvadrat bərabərdir 3B kvadrat. İndi gətirib burada A kvadratın yerinə 3B kvadrat, A-nın yerinə B kök 3 yazılanda nə olacaq? B vurulsun, 2B vurulsun kök 3. Çıxılsın 2. Burada 3B kvadrat alınacaq 2B kvadrat. Yerinə yazanda 2B kvadrat da alınacaq nə? 2 kök altında. Ya da 2B vurulsun B kvadrat çölə çıxır. 2B vurulsun kök altda 2 alınacaq. Böl kök 2 böl 2. Bunu sadə şəkildə hesablaya bilərsiniz. 2B-ni çölə çıxartsaq, burada qalacaq kök 3 böl 2 və onlar da ixtisar gedəndən sonra bu ifadə 2B-yə bərabər olacaq. O da bərabərdir x kvadrat. Axtardığımız cavab B variantı olar. Keçək növbəti suala. Tənliklər sisteminin neçə həqiqi həlli var? Həllər cütü var. Görürsünüz ki, hər 3x plus y burada da var, burada da var. 2x çıxılsın y burada da var, burada da var. Onda gəlin onlara sadəlik üçün birinə A deyək, birinə B deyək. A kvadrat üstə gəlinsin 2B kvadrat bərabərdir 96. Həm də A nəyə bərabərdir? A bərabərdir 2B-yə. Tamam, onda bu A-nı yuxarıda əvəz eləsək alınacaq 4B kvadrat üstə gəl 2B kvadrat bərabərdir 96. Buradan alınacaq B kvadrat bərabərdir 16. İndi iki hal mümkündür. Hər ikisinə də gəlin ayrı-ayrı baxaq, çünki əmin deyilik hansı hal düzgündür.
B müsbət 4 olduğu hal var. Bu zaman x çıxılsın y bərabərdir 4 olar. B 4 qoyulanda yerinə a bərabər 8 alınacaq. Yəni 3x düzəl y bərabər 8 alınır. Bu tənliyi toplasaq 4x bərabərdir 12, x 3, y -1 tapılar. Bu həll cütlərindən biridir. B-nin yerinə -4 yazsaq, B -4 yazsaq, x çıxılsın y bərabərdir -4, 3x düzəl y bərabərdir -8 alınır. Toplasaq yenə 4x bərabərdir -12, x -3, y isə 1 alınır. Həqiqətən də yerini qoyanda da şərti ödəyir. Başqa da həllimiz olmayacaq. Cavabımız C variantı 2. Keçək növbəti suala. Belə bir ifadə verilib, tənlik verilib. Tənliyi ödəyən müsbət AB tam ədədləri üçün A plus B cəmi aşağıdakılardan hansı ola bilər? Buradakı ifadələr hər biri 2-nin hansı qüvvətidir? Gəlin onların hamısını 2-nin qüvvəti şəklində yazaq. Yəni 2 üstü 2, 2 üstü 4, 2 üstü 6 və yaxud da 2 üstü 8 kimi yazıb sadələşdirək. Bütün ədədləri 2-nin qüvvəti ilə əvəzlədik. İndi gəlin onları qruplaşdıraq. Burada 218 ilə 218-in cəmi alınır 219. 216-dan da 3 dənə var. Alınacaq 3 vurulsun 216. Üstü gəl 219 bərabərdir. A vurulsun 2 üstü B. 216-nı çölə çıxarsaq 2 üstü 16 vurulsun 3 üstü gəlinsin. Burada 2 üstü 3 qalacaq, yəni 8. Bu da bərabərdir 11 vurulsun 2 üstü 16-ya. İndi A vurulsun 2 üstü B 11 vurulsun 2 üstü 16-ya bərabərdir. Amma A haqqında verilməyib ki, tək ədəddir, B maksimum ədəd olmaq zorundadır. Bu məsələnin bir neçə həlli ola bilər. Ona görə birinci həll A11 ən sadə həll. B bərabərdir 16 ağlımıza gələ bilər. Biz gəlin görək 39-u almaq mümkündürmü? Bu 2-nin bir dənəsini versək 11-ə. A22, B 15 həlli var. Amma bu ədədlərin cəmi 39 eləmir. Bundan sonra gələn həll də 39-dan böyük olacaq. Deməli, bu şərti ödəmir. 39 mümkün deyil. Gəlin görək 68-i almaq mümkündürmü? 2 vur 2, 4-ü versək 11-ə. A44, B14 həllərdən biridir. Bunun ədədlərinin cəmi də 58 edir. Bu da 68-ə çatmamıza bəs etmir. Daha sonra gələn həll A88 ilə başlayır. A88, B13 və bunun ədədlərinin cəmi neçə edir? 101. 101 almaq mümkündürmü? Bəli. B101 variantı doğru variantdır. A-nın alınıb alınmadığını yoxlamadım. Böyük ehtimalla alınmır. Çünki daha sonraki ədəd 16 vurulsun 11 alınır. O da ki, çox böyük olur. A88, B13 axtardığımız cütlükdür. Keçək növbəti suala. ABC üçbucağında AD mediandır. AB18, AC27, BAD 60 olarsa DAC-ni tapın. Gəlin şəkli çəkək. Ola bilsin bu məsələnin qurma ilə həlli var. Amma biz bunu trigonometriya ilə eləyəcəyik. Çünki əlimizdə başqa bir variant çox da yoxdur. Gəlin bura bir A deyək, bura A deyək və trigonometriya tətbiq eləməyə çalışaq. Gəlin görək bu üçbucaqda trigonometriya tətbiq eləyə bilərikmi? Və burada bir dənə alfa deyək. Çünki bu alfa ilə bu 180 alfanı işlədəcəyik. İndi bu üçbucaqda trigonometriya tətbiq eləsək nə alınır? A bölünsün sinus 60 bərabərdir. Kök altda 18 bölünsün sinus alfa. Bu üçbucaqda sinus teoremi tətbiq eləsək nə olar? A bölünsün sinus x bərabərdir. Kök altda 27 bölünsün sinus 180 alfa. Və trigonometriyadan çox məşhur bir və trigonometriyadan bildiyimiz kimi bu ifadə həm də nəyə bərabərdir? Sinus alfanın özünə bərabərdir. Gözəl. İndi hər iki tərəfi tərəf-tərəfə bölə bilərik. Yəni bu tərəfi buna bölək, bu tərəfi buna bölək. Görək nə alınır.
Bir-birinə böləndə a-lar gedəcək. Bu ifadəni buna böləndə alınacaq sinus x bölünsün sinus 60 bərabərdir. Bu tərəfi buna böldüyümüz üçün kök altda 18 bölünsün kök altda 27 alınacaq. Və yaxud da bu ifadə nəyə bərabərdir? Hər iki tərəf kök altda 9-a böləndə kök altda 2 böl, kök altda 3 alınar. Sinus x, sinus 60 nəyə bərabərdir? Bu da kök 3 bölü 2-yə bərabərdir. Bunu da sağ tərəfə açsaq nə alınacaq? Alınacaq sinus x bərabərdir 2 kök 2 kök 3 bölü 2-ni sağ tərəfə açsaq nə alınacaq? Sinus x bərabərdir. Kök 3'lər gedəcək. Kök altda 2 bölünsün 2 alınacaq. Və sinus x kök 2 bölü 2-yə nə vaxt bərabərdir? 2 variantda. Ya 45-də, ya 135-də. Amma zaten hər iki variantın alınması üçün burada alfanı biz kör bucaq, iti bucaq götürdük. Alfa 45 axtardığımız cavabdır. Cavabımız C variantı. Keçək növbəti suala. Şəkildə AD1, DY5, CY3 verilibdir və BC çıxılsın, BA soruşulur. Gördüyünüz kimi toxunmalar var. Gəlin toxunmalara bir ad verək, çünki ehtiyacımız olacaq. Məsələn, BC çıx BA soruşulur, düzdürmü? Gəlin onda bu toxunma nöqtələrinə, yəni bunlara birinə X, buna Y deyək. B'dən K'ya toxunma ilə B'dən bu nöqtəyə toxunmalar eyni olduğu üçün bura Y olacaq. Burada Z olsun. Gəlin X-ın Z'i birinci tapaq. Qüvvət teoreminə görə nə bilirik? X kvadrat toxunanın kvadratı bərabərdir. 1 vurulsun 6. 1 vurulsun 6. Yəni 6-ya bərabərdir. Z üçün də eyni şeyi eləyə bilərikmi? Z kvadrat bərabərdir. 3 vurulsun 3 üstə gəl 5, 8. Yəni 3 vur 8, 24. İndi biz buradan x tapırıq, kök altda 6. Z tapırıq. Bunu kök altına alanda nə qalacaq? 4 vurulsun 6, o da 2 kök 6-ya bərabərdir. Bəs yaxşı, BC çıxılsın BA niyə? BC çıxılsın BA-nı əvəz eləsək, alınacaq. BC bərabərdir Y üstü gəl Z. Çıxılsın Y üstü gəl X. Yəni bu o deməkdir ki, əslində biz Z çıxılsın X axtarırıq. 2 kök altdan da kök altın çıxanda kök altı axtardığımız cavabdır Y variantı. Keçək növbəti suala. Daha bir həndəsə sualı. ABC üst bucağı verib. CAD ilə ya da DAC ilə CBY bərabərdir. Yəni buna alfa alfa deyiblər. CD 4, 3, 2, X verilibdir. Bizdən A-yeni tapmaq soruşulur. Əgər bura bir beta versəniz bucağa. ADC üst bucağında alfa var, beta var. BYC üst bucağında alfa var, beta var. Bucaq-bucaq əlamətinə görə biz deyə bilərik ki, ADC ilə BYC üst bucağı oxşardır. Onda oxşarlıq əlaməti tətbiq edək. BYC-nin içində alfanın qabağı 2-nin bu böyük bucağın qabağına olan nisbəti, yəni 7-yə nisbəti bərabərdir. Eyni şəkildə ADC bucağında alfanın qabağı 4-ün böyük bucağın qabağında olan tərəfə nisbəti, yəni x plus 2-yə nisbətinə bərabərdir. Siz rahatlıqla görə bilərsiniz ki, x-in yerinə 12 qoyanda 14-də 4, yəni 7-də 2-yə bərabər olar. Həqiqətən də x12 axtardığımız cavabdır. Cavabımız Y variantı. Keçək növbəti suala. Belə bir cəm verilibdir. Cəmi hesablamamız soruşulur. Məxrəci irrasionallıqdan azad eləsək hər bir cəm üçün alınacaq nə? Bunu vururuq kök altda 2 çıx kök altda 1-ə. Alınacaq 2 çıx 1, kök altda 2 çıx kök altda 1. Bunu kök altda 3 çıx kök altda 2-yə vursaq, yəni qoşmasına alınacaq 3 çıx 2, kök altda 3, çıxılsın kök altda 2. Belə davam edəcək. Axırıncı ifadə alınacaq 2025 çıxılsın 2024. Surətdə alınacaq kök altda 2025
Çıxılsın kök altda 2024. Fikir versəniz, məxrəclərin hamısı 1-dir. Deməli, biz surətləri normal şəkildə toplayacağıq. 2-lər gedəcək. Sonra qarşıda 3 ilə -3 alınacaq. Onlar gedəcək. Yəni, arxadakı balaca ədəd qabaqdakı balaca ədədlə islah olur. Bu, hara qədər davam edir? Davam edir 2024-ün islah olacağı hissəyə qədər. Qabaqdan qalacaq -1, axırdan qalacaq kök altda 25. 2025 hansı ki 45-ə bərabərdir. 45 çıxılsın kök altda 1 eləyir 44. Axtardığımız cavab Y variantı heç bir olacaq. Keçək növbəti sualımıza. Sinus 9A verilibdir. Kosinus 3 böl sinus 15 çıxılsın sinus 3 böl kosinus 15-i aynı ifadə edin. Bunu bir məxrəcə gətirsək, alınar sinus 15, kosinus 15. Yuxarıda alınacaq kosinus 3, kosinus 15. Çıxılsın sinus 3, sinus 15. Fikir versəniz, yuxarıdakı ifadə kosinus 3 üstə gəl 5-in açılış formasıdır. Yəni kosinus 18-dir. Məxrəc surəti 2-yə vursaq, bunu da 2-yə vursaq, bu ifadə dönüşəcək olacaq 2 sinus 30-un açılışına. Yəni biz onun yerinə yaza bilərik sinus 30. Məxrəc surəti 2-yə vurandan sonra. Sinus 30 da 2-də 1-dir. Bu ifadə olur 4 kosinus 18. Və kosinus 2 alfa düsturunu tətbiq eləsək, hansı ki kosinus 2 alfa bərabərdir 1 çıxılsın 2 sinus kvadrat alfa. Bunu tətbiq eləsək alınar nə? 4 vurulsun 1, 4. Çıxılsın 4 vurulsun 2 sinus kvadrat alfa, yəni 8 sinus kvadrat 9-a bərabər olar bu ifadə. Hansı ki bərabərdir nəyə? 4 çıxılsın 8 a kvadratına. Axtardığımız cavab Y variantı. Keçək növbəti suala. Son sual 20-ci suala baxaq. Düzbucaqlı ABC üçbucağı verib, alfa 2 alfa verib, 8 6 katetlərini verib və bizdən DC-ni tapmamız soruşulur. Bu sualı əldə etmək üçün çoxlu trigonometri eləyəcəyik. Birinci bu bucağın kosinus 2 alfasını istifadə edək. Kosinus 2 alfa bərabərdir 6 bölünsün. Bu hipotenuzun 10 olduğunu bilirik. 8 bölünsün 10 eləyir 4 bölü 5. Və biz buna düstur tətbiq edə bilərik ki, 1 çıxılsın 2 sinus kvadrat alfa çevrilmə tənliyinə bərabərdir. Bunu sol tərəfə 4-də 5-i isə 5-də 4-ü isə sağ tərəfə atsaq, taparıq ki, rahatlıqla sinus alfa bərabərdir 1 bölünsün kök 10. Həmçinin sinus kvadrat alfa üstə gəl kosinus kvadrat alfa 1 olduğundan o düsturdan da tapa bilərsiniz ki, rahatlıqla kosinus alfa bərabərdir 3 böl kök 10. Əlavə olaraq lazımımız olacaq nə? Bir də sinus 2 alfanı da yazaq. Sinus 2 alfa bu düzbucaqlı üçbucaqda nədir? 6 bölünsün 10, yəni 3 bölü 5-ə bərabərdir. Bu 4 məlumat bizə birazdan çox lazım olacaq. Ona görə bunu gəlin qıraqda qeyd edək. Bir lövhə kimi. İndi bizim məqsədimiz nədir? Gəlin bir hündürlük çəkək. Və bura bir Y nöqtəsi deyək. Və alfa 2 alfa burada 3 alfa olacaq. Və bura bir hündürlüyə H deyək və yenidən trigonometri eləyək. Sinus 2 alfa bərabər nəyə? ABY üçbucağında H bölünsün 8-ə. O da bərabər nəyə? Sinus 2 alfa 3 bölü 5-ə. Buradan taparıq ki, H bərabərdir 24 bölünsün 5. İndi eyni məntiqlə bu səfər sinus 3 alfanı işlədib AD-ni tapmağa çalışacağam. Sinus 3 alfa bərabərdir nəyə? H bölünsün AD-yə. H-ı bilirik, AD-ni bilirik. Bir də sinus 3 alfanı tapmaq üçün nə edəcəyik? Sinus 3 alfanı sinus alfa plus 2 alfa kimi yazıb toplama düsturunu tətbiq edirəm. Sinus alfa vur kosinus 2 alfa üstə gəlinsin kosinus alfa sinus 2 alfa. Və gördüyünüz kimi bu 4 fərqli qiymətin hamısını da biz bilirik. Yerinə yazıb tapırıq. Sinus alfa 1 böl kök 10, kosinus 2 alfa 4 böl 5 alınır neçə? 5 kök 10'da 4. Üstə gəlinsin kosinus alfa 3 böl kök 10, sinus 2 alfa 3 böl 5 alındı nə?
5 kök 10. Məxrəcdə də 9. Sürətdə də 9. Bu alındı nə? 5 kök 10-da 13. Buna bərabərdir. H-ı da yerinə yazsaq nə olacaq? 24 bölü 5-i. 24 bölünsün 5 AD olar. Aha. Bu 5'lər islah olur. Kök 10'u sağa, 13'ü sağa, AD'ni sola göndərsək, taparıq ki, AD bərabər imiş nəyə? 24 vurulsun, kök 10 bölünsün 5. Tamam. Bu AD'nin tapılmasıydı. İndi AD'ni tapdıqdan sonra mənim məqsədim yenə trigonometriya ilə BD-ni tapıb, sonra DC-ni tapmaq olacaq. Deməli, ABD ucağında sinus teoremi tətbiq eləsək, BD bölünsün sinus alfa bərabərdir AD bölünsün sinus 2 alfa. 2 sinus alfa. Daha sonra sinus 2 alfa. Bunun da sinus 2 alfanın yerinə açıb yazıram. AD bölünsün 2 sinus alfa kosinus alfa. Yenə də çevrilmə düsturlarından. Niyə? Çünki mən sinus alfalardan qurtuluram və BD-ni birbaşa tapıram ki, AD bölünsün 2 kosinus alfadır. Yerinə yazsaq bütün qiymətləri nə olacaq? Altdan yazaq, gəlin. 24 vurulsun kök 10 bölü 5. Burada bir xırda yanlışlıq olub. Burada 5 yox 13 olmalıymış. Gəlin düzəldək. 13. Amma yəni çox da hələ ki problem yaratmadı bizə. Bəli. 13. 6 ilə 24 getdi. 4 qaldı. Kök 10 vur kök 10 elədi nə? 40 bölünsün 13. Deməli BD 40 bölü 13-ə bərabər imiş. DC nə olacaq? DC bərabərdir 10 çıxılsın 40 bölü 13. Bu da eləyir neçə? 13'də 90. Deməli axtardığımız cavab A variantı 13'də 90 olacaq. Bununla da sualları bitirdik. Bura qədər izlədiyinizə görə təşəkkürlər. Abunə olmağı, paylaşmağı unutmayın ki, daha çox insan yararlana bilsin.